Peyğəmbər cürəbəcür hadisələrlə qarşılaşırdı, müharibələrdə iştirak edirdi Həzrəti Peyğəmbər. Biz əvvəlki söhbətlərimizdə də dedik ki, Peyğəmbərin mənəviyyatı nə qədər böyük olsa da, nə qədər geniş ruhiyyəli bir insan olsa da, vəhiy Peyğəmbərə nazil olsa da belə, o da bir insandır. O da bizi kimi bir insandır. Biz hansısa bir söz bizə toxunanda Peyğəmbərin də qəlbinə toxunurdu. Peyğəmbər də inciyirdi, Peyğəmbər də yorulurdu. Peyğəmbərə gəlib dəli deyirdilər. Məsələn, Peyğəmbər gəlirdi, söz danışırdı Həzrəti Peyğəmbər. Bir də yenə şairliyi tutdu, məsələn. Nəsə bir söz deyirdi, gəlib deyirlər ki, bu dəlidir, məsələn, buna fikir verməyin. Məsələn, biraz cəsarətli bu sözləri deyirəm. Yəni kafirlər deyirdilər Həzrəti Peyğəmbərə. Bu şəxsdə məsələn çatmır, bu şəxsin başı çatmır, buna fikir verməyin. Bu sözlər Peyğəmbərin qəlbinə toxunurdu. Peyğəmbərin dişini daş atıb dişini sındırmışdılar Həzrəti Peyğəmbərin. Bu hadisələr Peyğəmbərin qəlbinə toxunurdu. Peyğəmbər narahat olurdu. Peyğəmbər də inciyirdi. Peyğəmbər də ağırlıq hiss eləyirdi. Belə hallarda məsələn Allah ayə nazil edirdi Həzrəti Peyğəmbəri biraz rahatlaşdırmaq, psixoloji bir dəstək durmaq üçün. Məsələn Həzrəti Peyğəmbərə hər söz dedilər, qəlbə toxunan sözlər deyirdilər Həzrəti Peyğəmbərə. Allah Peyğəmbərin bir növ qəlbini yüngülləşdirmək üçün Allah ayə nazil elədi ki, fələ yəhsunkə qovluhum. Onların sözlərinə görə hüzünlənmə, qəmlənmə, fikir eləmə. İnnə nə'ləmu mə yusirruna və mə yu'linun. Biz onların qəlblərində gizlətdiklərini və dildə deyib aşkarda etdikləri hər şeyi biz bilirik. Onlar sənə nə söz deyirlər, sən buna görə qəmlənmə, buna görə kədərlənmə. Allah bir növ Peyğəmbərə psixoloji bir dəstək dururdu. Tədricən